Salam hörmətli izləyicilər, əziz kimya sevərlər, sizinlə Kaspi 10-cu sinif 4-cü blok kimya suallarını izah ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımızı dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonuna basmanızı xahiş edirik. Birinci sualımızda soruşulur. Azot üstə gəlsin, hidrogen alır, amonyak reaksiya tarazının məhsulun alınması istiqamətində necə yönəltmək olar? Riyazi temperatur artırmaqla dedik ki, bütün birləşmə reaksiyaları eksotermikdir və bu da eksotermik reaksiyada məhsul temperatur artırmaqla əksinə olmamaz. Çünki temperatur artıranda tarazlıq əksinə dəyişəcək. Azotun qatlığını azaltmaqla azaltsaq da əksinə dəyişəcək. Təzyiqi azaltmaq, təzyiq azaldanda bu necədir? Bax, həcmin dəyişməsi. Çünki bu tərəfdə 4-dür, bu tərəfdə 2-dir. Təzyiqi azaltsaq həcmin təzyiqlə PV təzyiqlə həcm tərs mütənasib olduqda təzyiqi azaltsaq həcmin artması istiqamətində dəyişəcək. Bu da olmur. Amonyakın qatlığını azaltmaqla bəli, cavabımız olacaq amonyakın qatlığını azaltmaqla düzgün cavabımız. Sonra növbəti sualımıza baxırıq. Növbəti sualımızda deyir ki, XON sudan həll olan 2 turşulu əsas olarsa X metalı hansı ola bilər? Suda həll olan dediyinə görə, burada 2 turşulu dediyinə görə kaliumdan alüminiumu atırıq. Bir də suda həll olan dediyinə görə isə kalsiumu götürür. Çünki mis və maqneziumu suda həll olmur hidroksidləri. Fosforun üzərinə nitrat turşusu gəlib, üstə gəlib su, alınıb ortofosfat turşusu NO, reduksiya məhsulunu və oksidləşdiricini müəyyən edin. Reduksiya məhsulu bilirsiniz ki, oksidləşmə dərəcəsi buradan 0-dan keçib müsbət 5-ə, azot müsbət 5-dən keçib müsbət 2-yə. Bu bizdən nəyi soruşur? Reduksiya məhsulunu və oksidləşdirici. Reduksiya məhsulu oksidləşmə dərəcəsi azalan reduksiya məhsuludur. Burada oksidləşmə dərəcəsi azalan hansıdır? Azot 2 oksiddir. Çünki azot 2 oksid burada oksidləşmə dərəcəsi. Bu da həm reduksiya məhsuludur. NO və ortofosfat turşusu isə reduksiya məhsulunu dediyinə görə biz burada NO-nu götürmüş oluruq. NO bir də nitrat turşusu. Sonra verilmiş orbital hansı maddəyə uyğundur? Deməli, burada gördüyümüz gibi P bir də S orbitalı, sadə P, sadə S orbitalı örtülməsi nəticəsində yaranır. Bu Y variantına uyğun gələcək. Sonra dəm qazı üstə gəlsin, oksigen alır, karbon qazı. CO-ya görə, dəm qazıya görə sürət 0,2 mol litr saniyədirsə, oksigenə görə sürətini hesablayın. Adınıza saxlayın ki, maddələrin reaksiyanın sürəti maddə mol nisbəti ilə düz asılıdır. Deməli, burada 0,2-dirsə, oksigende isə ondan 2 dəfə az, %2-dirsə, oksigende də 2 dəfə az, 0,1 olmuş olacaqdır. Molekulunda doğru fikri müəyyən edib, pi rabitə saxlayır, bəli, sigma rabitə xəttə quruluşda, bəli, ona görə 36 C variantına uyğun gəlir. Hansı halda eyni sayda elektron keçidi baş verə bilər? Buradan bax, kükürtü mənfi 2-dən müsbət 4-ə keçib 6 elektron verib. Xlor mənfi 1-dən müsbət 5-ə keçib, bu da 6 elektron verib. Müsbət 2-dən müsbət 6-ya keçib, özünə 4 elektron, bu da 4 elektron verib. Bizə də eyni sayda dediyinə görə 1, 2, bu da C variantına uyğun gəlir. 37-ci sualımızda, 38-ci sualımızda nəyi soruşur?
Burada əsasən karbon üzərinə oksigen gəlib, karbon qazı, azotun üzərinə oksigen gəlib, azot 2 oksid. Hidrogen reaksiyası, bəli, karbon bərk haldadır, oksigen qaz halındadır. Buna görə bura gəlir. Birləşmə reaksiyasıdır, hər ikisi birləşmə reaksiyasıdır. B ortaya gəlir. Sonra eksotermik reaksiyadır, karbon qazı ilə birləşməsi eksotermik reaksiyadır. İstilik udulur, azotun oksigenlə birləşməsi istiliyin udulması ilə gedir. 1-ə D, 2-yə C, 3-ə B, bu da Y variantına uyğun gəlir. Sonra amfoter oksidi müəyyən edin. Burada amfoter oksid sink oksiddir, amfoter oksid, bu da Y variantına uyğun gəlmiş olur. 10-cu sualımıza deyir, hansı reaksiyada təzyiqin dəyişməsi tarazlığın istiqamətinə təsir etməz? Təzyiq dəyişməsi tarazlığın istiqamətinə təsir etməz o halda ki, reaksiyaya girən reaksiya məhsullarının həcmi ilə reaksiya alınan məhsulun həcmi bərabər olmuş olsun. Burada məsələn 4, burada da 2 təsir edəcək. Burada 2, burada da 2-dir. Bu 1, 2, bunun da qarşısında 2. Bu təsir etməyəcək. Yəni birim bunu götürəcəyik. 1 bu. Sonra hidrogen, oksigen. 2, 3, bir dənə də 2 burada fərqlidir. Ona görə təsir edəcəkdir. Ona görə yalnız A variantı düzgün cavabımız olmuş olacaqdır. Sonra keçirik növbəti sualımıza. A üstə gəlinsin, 2A üstə gəlinsin, B alınır, A2B reaksiyası üçün hansı fikir doğru deyil? Həcmin azalması ilə gedir. Bəli, 3-dən 2-yə keçir. Homogen reaksiyadır. Bəli, hər birinin qarşısında gördüyünüz kimi qaz işarəsi yazılıb. A maddə zaman keçdikcə azalır. Bəli, A maddəsinin zaman keçdikcə dəyişmir. Xeyr, reaksiyanın sürəti zaman keçdikcə nə edir? Azalmış olur. Hansı reaksiya baş vermir? Burada sulfat turşusu alınır. Burada sulfit turşusu alınır. Burada karbonat turşusu alınır. Nitrit turşusu alınır. Burada isə reaksiya baş vermir. Azot dioksidin formulunu müəyyən edin. Burada isə B variantı azot dioksidinin formulu. Bu sonra nə deyir? Nitrat turşusu parçalanır. Azot 4 oksid suya. Bir də oksigen oksidləşmə reduksiya üçün fikir doğru deyil. Molekul daxil oksidləşmə reduksiya reaksiyası da bu doğrudur. Çünki bir molekulun tərkibində şey olur. Sonra elektron mübadiləsi eyni atomlar arasında baş verir. Bəli, bu da gördüyümüz kimi doğru. Azot atomu oksidləşdiricidir. Oksidləşmə dərəcəsi azalan oksidləşdiricidir, artan reduksiya edici. Burada da gördüyümüz kimi azot oksidləşdiricidir. Oksigenin atomu reduksiya edicidir. Azot 4 oksid reduksiya məhsuludur. Xeyr, azot 4 oksid müsbət oksidləşdir, bəli, reduksiya məhsuludur. Bizə nə doğru olmayanı soruşur. Buradan da doğru olmayan C olacaq. Azot atomu oksidləşdiricidir. Burada azot atomu yox. Elektron mübadiləsi doğru olmayanı soruşur. Elektron mübadiləsi eyni atomlar arasında baş verib. Elektron mübadiləsi eyni atomlar arasında verilmir. Elektron mübadiləsi biz azotdur. Müsbət 5-dən keçib müsbət 4-ə. Bir də oksigendir. Mənfi 2-dən 0-a baş verib. Ona görə də B variantı götürmüş oluruq. 45-ci kimyəvi tarazlığa təsir etməyən amil katalizator kimyəvi reaksiya tarazlığına heç bir zaman təsir etmir. Reaksiyanın sürətinin temperaturu 2 olan reaksiya 40 Selsidə 40 dəqiqəyə başa çatırsa, 20 Selsidə neçə dəqiqəyə başa çatar? Buradan yazırıq 2'yi. 40'dan 20'sini çıxırıq. Neçə eləyir? 20. 20'ni də ona bölsək 2 eləyəcək. 2 üstü 2. O da bərabər olacaq 4'ə. 4'ə
bərabər olmuş olacaqdır. Temperatur azalanda sürət azalır. Sürət azaldığına görə azalanda da davam etmə müddəti də azalır. Buna görə də 4 dəfə azalmış olacaq. 40'ı da 4'e vursaq 160. Deməli sonra deyir dəmir 3 oksid üstə gəlsin alüminium oksid dəmir çıxır. Və reaksiya 2,7 qram alüminium sərf olunarsa ayrılan istiliyin miqdarını hesablayın. Burada baxırıq, görürük ki alüminium nədir? 2 vurulsun 27, 2 vurulsun 27-də nə qədər istiliyə ayrılıb? 840 ayrılıbsa 2,7'də də x olacaq. X da buradan bərabər olacaq 42. Bu da B variantına uyğun gəlmiş olur. Sonra 12,4 vurulsun sayda atomu olan neçə litrdir? Bunu böləcəyik. Atom %2 vurulsun 10 üstü 23'ə alacağıq 2. 2. Biz bilirik ki bunda neçə dənə atom var? 4. 4 atomu olanda 22,4'dürsə 2 dənə atom olanda da x olacaq. X da buradan bərabər olacaq 11,2'yə. Atomun planetar modelinə əsasən onun dövr sistemindəki mövqeyini müəyyən edin. Dövr sistemindəki mövqeyini 1, 2, 3, 4. Deməli, xarici elektron təbəqəsində 4, daxildəki 6 elektron var. 6'nı da paylasaq 1 s üstü 2, 2 s üstü 2, 4, 2 p üstü 2 yazanda 4, 6 olmuş olur. Deməli, bu ikinci dövr, dördüncü qrup əsas yarım qrup elementidir. Dördüncü qrup əsas yarım qrupu. Bu da ikinci dördüncü əsas yarım qrup. Bu da A variantına uyğun gəlmiş olur 49-cu sualımızda. A maddəsinin su ilə qarışığını distillə etməklə B maddəsinin su ilə qarışığını süzməklə alınır. A maddəsinə uyğun olan A maddəsinin su ilə qarışıq distillə etmək. Su ilə qarışıq distillə edilirsə etil spirti. 1. Sonra B maddəsinin isə süzməklə. Süzürüksə əhəng daşını süzə bilərik, qumu süzə bilərik. Buna görə də cavabımız olur Y variantı 50-ci sualımızda. Sonra keçirik növbəti suala. Hansı element əsas yarım qrupda yerləşir? Bir qayda olaraq yadınızda saxlayın. Sonuncu S ilə P olarsa bu elektronlar əsas yarım qrupda yerləşir. S ilə D olarsa əlavə yarım qrupda yerləşmiş olur. Burada D var, əlavədir. İkincisində D var, ancaq da olmayıb, D əsasdır. Bir də 2 ilə 3 olmuş olacaq. Bu da D variantı uyğun gəlir. Yalnız metallardan ibarət cərgəni. A variantında karbon qeyri-metaldır. B variantında fosfor qeyri-metaldır. C variantında silisiumla karbon qeyri-metaldır. Bir də Y variantında isə hamısı metaldır. Sonra 53-cü sualımızda deyir ki, həcmi 1 litr olan qabda baş verən reaksiyanın sürətini hesablayın. Deməli, nə edəcəyik? Burada həcmi 1 litr deyirdiyinə görə biz baş verən reaksiyanın sürətini hesablayın. Reaksiyanın sürət dəyişməsi S2 çıxılsın, S1 bölünsün delta T'dir. 4'dən 2'sini çıxaracağıq 20, 20'ni də 2'yə bölsək deməli 4 çıxılsın 2 bölünsün 20'yə. Bu da 2'ni 20'yə bölsək 2'ni 20'yə böldükdə bu da nə olacaq? 0,1. Qrafikə əsasən reaksiya tənliyini hesablayın.
temperatur əmsalını hesablayın. Temperatur əmsalı qamma bərabərdir. Burada temperaturun dəyişməsi neçədir? 0,8, bu da %2. Buradan temperatur əmsalı üçün qamma bərabərdir. 40 çıxılsın 20 bölünsün 10'a. Bu da eləyəcək qamma üstü 2. Buradan da kimyəvi reaksiya sürəti 8'i 0,2'ye bölsək V2'nin V1'ə nisbəti. Bu da eləyəcək 4. Bu da 4'ə bərabər olmuş olacaq. Deməli, qamma üstü 2 bərabərdir 4'ə. Qamma da burada bərabər olacaq 2'yə. Bizə nə sonra temperatur əmsalı qammanın qiyməti bu da 2 olmuş olur. Sonra dəmir və hidroksid üçün hansı fikirlər doğrudur? Dəmir 3 hidroksid üçün. Dəmir 3 hidroksid üçün amfoter xassəlidir. Bəli, düzdür. 2 turşuludur. Xeyir. 1 düzdür. Sonra suda həll olmur. Bəli. Qızdırıqda parçalanmır. Xeyir. Qələvidir. Xeyir. Ona görə cavabımız olacaq elə 1, 3. Sonra mis üstə gəlinsi nitrat turşusu alırıq. Mis 2 nitrat. Azot 4 oksid su. Reaksiya oksidləşdirici və suyun əmsalının cəmini müəyyən edin. Oksidləşdirici nədir? Oksidləşmə dərəcəsi azalırsa bu oksidləşdirici, artırsa bu reduks edicidir. Reaksiya və oksidləşdiricinin əmsalı buradan elə gördüyümüz kimi oksidləşmə dərəcəsi azot 4 oksiddir. Bu 2 və suyun əmsalı da 2'ye bərabər olmuş olacaqdır. Sonra turşuları verilənlərə əsasən uyğunlaşdırın. 2 əsaslı oksigensiz, 2 əsaslı oksigensiz sulfitdir. B uyğun gəlir. Sonra 2 əsaslı oksigenli, 2 əsaslı oksigenliyə İki əsaslı oksigensiz. 2 əsaslı oksigensizə uyğun gəldi B. Sonra 2 əsaslı oksigenliyə olur sulfit, karbonat. B, D. 2'ye olur B, bir də deməli, sulfit 1'ə oldu B. 1, B. 2. 2 əsaslı oksigenli sulfatla karbonat, CD. 3 əsaslı oksigenli ortofosfat. 3'e de aid olur A. Sonra bizə nə? 1'ə oldu B, 2'ye CD, 3'e A. Sonra cədvələ əsasən reaksiyanı yazın və əmsallaşdırın. Deməli, azot 2 oksid, NO, üstə gələk oksigen, alırıq NO. 2. Bizdən nəyi soruşur? Əmsallaşdırsaq, bunun qarşısına 2 qoysaq, 2, 4 olur. Bunun qarşısına da 2 qoyanda 2, 2, 4 olur. Buradan da gördüyümüz kimi 2 mol azot 2 oksid 1 mol oksigenlə reaksiyaya girib. Buradan da deməli 4 mol azot 4 oksid neçə ilə olacaq? 2 ilə reaksiya gedir. Burada da 5'dir deyə əmsallaşdırın. Artıq qalan sonra deyir ki, əmsallaşdırdıq. Burada nə qədər artıq qalan? Artıq qalan qaz oksigen qazı olacaq. Çünki 5'dən 2'sini çıxarsaq 3. 3 mol oksigen qazı. Sonra reaksiya solunun alınan qaz qarışığının mol sayını hesablayın. Mol sayını hesablayaq dedikdə, deməli 4 mol azot 2 oksidlə 2 mol oksigen reaksiyaya girib elə 4 mol da azot 4 oksid əmələ gətirəcək. 4 mol azot 4 oksid
Bir də dedik ki, biz 3 litr oksigen də reaksiyaya girmir. Cəmi neçə edəcək? Bunların da cəmi edəcək 7. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.